Salam əziz şagirdlər, bu günləri 13 aprel 2025 9-cu sinif imtahana düşmüş sualların izahatını verək. Birinci sual, düzbucağın uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsini isə faiz azalar. Toplu sualıdır. Bunun üçün x, y ilə də həll etmək olar, amma daha gözəli hər tərəfin 10 qəbul edək. Bir düzbucağı çəkək və eninə də 10 yazaq, uzunluğuna da 10 yazaq. Və düzbucağın sahəsinin düsturunu biz bilmərik. A vur B, yəni enin uzunluğuna vururuq. 10 vur 10, 100. Deməli, birinci verilən düzbucağın sahəsi 100. İkincisi isə deyir ki, enin 40%, uzunluğunu da 20% azaltdı. Uzunluğunu 40%, enini 20% azaltdı. 10 vur 40 böl 100. Çünki tərəflərini 10-10 götürmüşük. Bərabər 4. 40% azaldığına görə ondan 4 çıxırıq 6. 20%. Sonra isə növbətçisi 20% azaltdıqda. 10 vur 20 böl 100. 2. Azaltdıqda deyirsə ondan 2-ni çıxırıq 8. Artırdıqda isə toplayırıq. 8 6 48. Əvvəl 100 idi, sonra 48 oldu. Neçə faiz azaldı? 100-dən 48-i çıxırıq. 52. Burada tək ədəd verilirsə, tək tərəfli ədəd neçə faiz artıb azalması isə 100 götürsək daha yaxşıdır. Amma düzbucaqlı və kvadratlarda hər tərəfini 10-10 götürsək daha yaxşıdır. Növbəti sual, kubun telini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalır? Kubun düsturunu biz həcminin düsturunu bilməliyik. V bərabərdir A kub. 2 dəfə azalırsa 2-nin kubu neçə edir? 8. 2 də 8 dəfə azaldığına görə, tərəf 8 dəfə azaldığına görə deməli həcm də 8 dəfə azalacaq. AB açıqbucaq, açıqbucaq dərəcə üstü 180 dərəcə. Buranı 90 bizə verib, buranı da 25 verib, ortanı 25 və AOD bucağını istəyir, yəni alfa bucağını istəyir bizdən. 2 yolla tapa bilərik. 180-dən çıxmalıyıq 90 üstə 25-i. Və yaxud da 90 bu tərəf veribsə, bu tərəfdə 90 olacaq. Deməli 90-dan 25-i çıxıb cavabda ala bilərik. 90-dan 20 çıx 70, 65 dərəcə. Növbəti sual vuruqlara ayırmadır. Birinci məxrəcinə baxaq. Məxrəc 25 çıx m kvadratı. 25 5-in kvadratı çıx m-in kvadratı yarandı. Bu da bildiyimiz düstur a kvadrat çıx b kvadrat məşhur düsturdur və bu qəbul imtahanlarında daha çox istifadə olunan düsturdur. 5-in kvadratı çıx m-in kvadratı. A kvadrat çıx b kvadrat olduğuna görə bir dəfə çıxdıq, bir dəfə topladıq. Niyə mən birinci məxrəcdən başladım? Çünki bunun surətin vuruqlarından biri ya 5 çıx m olacaq, ya 5 üstə m olacaq. Bunu bilməliyik. Yuxarıda m kvadrat çıx 5-in çıx m-in üstə 5-in. Bunu qruplaşdırmaq üçün ən gözəli baxan kimi m kvadratla m-in 5-ləri də bir qruplaşdıraq. M kvadrat çıx m-in də m-i qabağa çıxardaq. M kvadrat olduğuna görə bir dənə m qaldı, çıxılsın, m-in də m-i qabağa çıxardanda n qaldı. İndi gələk burada baxaq. Müsbət 5-imi qabağa çıxardacam, mənfi 5-imi. Burada m çıxın, m mötərizənin içərisində m müsbət olduğuna görə müsbət 5-i qabağa çıxaracaq. Müsbət 5-i qabağa çıxardanda m çıx n. Mənfi 5 qabağa çıxarsaydıq n çıx m olacaqdı. Və baxırıq ki, yuxarı surətdə hər tərəfdə m çıx n yazılıb. M çıx n-i qabağa çıxardanda surətdə. Birinci tərəfdə nə qaldı? M. Üstə gəlsin. İkinci tərəfdə nədir? Üstə 5. Məxrəcdə nədir? 5 çıx m və 5 üstə m. M plus 5, 5 plus m. Bunlar ixtisar getdi. Üstə gəlmədə yerləşmə fərq eləmir. M çıx n surətdədir, 5 çıx m isə məxrəcdədir. B variantı. Növbəti sual tənlik məsələsidir. X çıx 2 bərabərdir. 6-nı 3-ə böldü 2, x bərabər 2 üstə 2, 4. Və yaxud da 3-ü vurduq. 3x çıx 3 gün 6 bərabər 6. 3x bərabər 12, x bərabər 4. Yenə 4 aldıq. Və yaxud da yerinə baxan kimi neçədən 2 çıxıb 3-ə vuranda 6 edir? 4-dən. Cavab C variantı. Tənşilər sistemində, sadə tənşilər sistemində burada baxırıq ki, y-lərin əmsalları bərabərdir və biri müsbət, biri mənfidir. Əks olanda tənşilər sistemində nə edirik? Toplama aparırıq. 2x x toplayanda 3x, mənfi y müsbət y 0, 0 üstə 6, 6. X bərabərdir 2. Və tənşilər sistemində bunlarda diqqətli olmalıyıq. Çünki burada indi sadəcə x istəyir deyə cavab 2-dir. Amma y istəsəydik yerinə qoyub y tapardıq və yaxud x vur y istəyir bizdən və yaxud x üstə y istəyir. Ona görə tənşilər sistemi həll edəndə
sualı oxumalıyıq. Sualdan bizə nə istəyir? Burada sadəcə x istədiyinə görə də x2. Növbəti sual funksiyanın qrafiki üzərindədir. Biz bilirik ki, mötərizə veriləndə birinci tərəfdə həmişə x, ikinci tərəfdə y. Yerinə qoyaq, hansı variant alınsa odur. Burada D variantı alınacaq. Çünki qoyaq -2 vurulsun -5 üstə 6. Bu da eləyir 10 üstə 6, 16. Bəli, D variantı -5, 16. Digər variantları yerinə qoysaq heç biri ödəməyəcək. Növbəti sual Əbubəkov sualdır. 9-cu sinif imtahanlarına daha çox düşən suallardandır. Əkov 38, 36. 36 18-ə bölündüyünə görə əkov 36. Üstə gəlinsin. Əbob 10, 11. 10, 11 ardıcıl ədədlər olduğuna görə qarşılıqlı sırada gedir və qarşılıqlı sırada ədədlərin əbobu 1 olur. 36 üstə 1, 37. Və yaxud da hər ikisini biz vuruqlara ayırıb Əbubəkovu, əgər qaydaları bilməsək, vuruqlara ayırıb Əbubəkovu tapa bilərik. Növbəti sual tənasüb sualı. Tənasübdə 11-ci sinifin buraxılış imtahanlarına da sual düşmüşdü. Çarpaz vuruq. X vur 15, 21 vur 5. Yəni burada da x bərabərdir 21 vur 5 bölü 15. Bunu hesablayırıq. Və ya daha sadəsinə keçək. 15, 5. 15-i 3-ə böləndə 5 eləyir. Deməli 21-də 3-ə bölməliyik. 21-də 3-ə böləndə 7 eləyir. C variantı. Növbəti sual ehtimal sualıdır. Ehtimalın düsturunu bilməliyik. Əlverişli halların sayı böl mümkün halların sayı. İlk 10 natural ədəd dediyinə görə elə mümkün halların sayı 10-dur. Əlverişli halların sayını hesablayaq. Əlverişli hallar görə sual bizə nə qoyub? Seçilmiş birinin sadə ədəd olması. Deməli, ilk 10 ədəddən sadələri seçəcəyik. 1. Bir nə sadədir, nə mürəkkəb deyil. 2. Sadədir. 3. Sadədir. 4 mürəkkəb, 5 sadə, 6 mürəkkəb, 7 sadə, 8-ə mürəkkəb, 9-a mürəkkəb, 10-da mürəkkəb. Necə 1, 2, 3, 4. 4 dənə sadə. Bəzi şagirdlər burada çalışır, 1-də götürür. 1 nə sadədir, nə mürəkkəb. Ona görə diqqət eləməliyik. 10-da 4-ə ixtisarlayanda 5-də 2, hər dəfə 2-yə böldük 5-də 2. Növbəti misalımız çevrə ilə bağlıdır. Bu düsturu bilməliyik biz. Bura alfa, bura beta qoyaq, bura qamma. Burada x. Alfa üstə beta üstə qamma bərabər x olur. Bəs bunu nətər qruplaşdıraq? Bucaq A-ya alfa qoysam, BC qövsüsü olur 2 alfa. Burada bu bucaq mərkəzi bucaq olduğuna görə bu da 2 alfadır. Deməli, bu düstura uyğun yazaq. Alfa üstə gəlinsin. Bir bucaq 22 verir, bir bucaq 28 verir və bərabərdir, ortada 2 alfa qalır. Alfa üstə 22 üstə 28 50 dərəcə bərabərdir 2 alfa. 2 alfadan alfa çıxanda da 50 dərəcə. Çox şagird bunu 22 üstə 28 50 yazır, amma hardan gəldiyini bilmir. Növbəti sual kvadratın tərəf perimetrini tapın. Tərəf 12 verir. Perimetrin düsturunu bilməliyik. 4 vur A. 4 vur 12 bərabər 48. Və ya düsturu bilməsək kvadrat çəkib hər tərəfi 12 yazıb toplamalıyıq. 48 alacağıq. 56 vur -15 böl 14 vur 20 çıx 5 vur 10. Birinci 56 vur -15-i saxlayaq. 14 vurulsun. 20 çıxılsın. Bunu yazmayaq da 5 10 50, 20-dən 50 çıxanda -30 eləyir. -30-umuzu da bura yazaq. Yuxarıda da mənfi var, aşağıda da mənfi var. Deməli cavabımız müsbət eləyəcək. Ona görə D ilə C-ni elə silək. 15 ilə 30 ixtisarlayanda 2. 56 ilə də 2-ni ixtisarlayıb 28. 28-i də 14-ə böləndə 2. Cavab E variantı. Bir-bir vurub hesablamaq uzun çəkir. Ona görə ixtisardan aparaq. 70. Orta vuruğun mötərizə xaricinə çıxarılması əvvəlki illərdə qəbul imtahanına düşmüş suallardan biridir. Hər tərəfdə x plus y var. Qabağa çıxartdıq. C çıxdı. Birinci tərəfdə C qalıb, ikinci tərəfdə -D qalıb. Yəni bu növbəti əvvəlki sualımıza oxşardı. Vuruqlara ayırma. 60-cı sual. Burada görürük hər tərəfdə m çıxı n qabağa çıxartdıq, m üstə 5 qaldı. Demək olar ki, bu testlə eynidir. Daha yüngülləşdirilmiş forması 70-ci sual. 71 çoxluqlar. Çoxluqlar da həm 11, həm 9-cu sinif imtahanlarına düşür. Birinci nə verib? A kəsişir B. A kəsişir B-ni tapaq. Kəsişmə nə deməkdir? Hər ikisində də olanları götürürük. Yəni A ilə B-nin ikisində də olanlar. Baxırıq ki, hər ikisində olanlar 1, 2, 1, 2, bir də 5 var. Bir də 5 var. Deməli, kəsişmə 1, 2, 5. Yuxarıda yazsıq. Çünki birinci verilir. C. Çıxılsın C-ni yazıq.
C 0, 1, 3, 6 verir. Bu çıxma nə deməkdir? A kəskin B-də olsun, C-də olmasın. 1 hər ikisində var. Yerdə nə qaldı? 2, 5. Deməli, A kəskin B çıx C olduğuna görə 2, 5. Əgər C-dən çıxsaydıq 0, 3, 6 götürərdik. Burada AB çapda düşməyib. AB-nin üstündə xəttdir. Üstə BA-nın üstündə xəttdir. Bərabər 88 vur açıq B. Və bunu açıq. AB-nin açılışı 10A üstə B. BA-nın açılışı 10B üstə A. Bərabər 88 açanda 88A çıx 88B. 10A A, 11A. B 10B, 11B. Bərabər 88A çıx 88B. Və bir tərəfə yığaq. Birinci mənfi almamaq üçün 11B-dən başlayaq. 11B mənfi 88 olduğuna görə müsbət 88B. Sonra 88A müsbət 11A olduğuna görə mənfi 11A. 11, 88, 99B, 77A. Hər tərəfin 11-ə ixtisar getsin. 9-a 11-ə böləndə 9B, 11-ə böləndə 7A. Burada A bərabərdir 9, B bərabərdir isə 7. Bizə AB-ni istədiyinə görə 97. Çox uşaq A-nı 7, B-ni 9 istəyir. Götürür. O səhvdir də. A-nı 7 götürsə 7, 7, 49, 9, 9-un 81. 81 49-a bərabər olmaz axı. Ona görə A-nı istəyəndə bu tərəfə baxırıq, B-ni istəyəndə isə o tərəfə baxırıq. Qarşı təpələrindən biri koordinat başlanğıcında. Koordinat başlanğıcı nə deməkdir? 0, 0 nöqtəsi. X 8, mənfi 8 verir. X-in 8-i bura, Y-in mənfi 8-i isə buradır, mənfi 8. Və buranı birləşdirək, belə gəlsin. Kvadrat verdiyinə görə bütün tərəflər bərabər. Burası 8 isə, burada 8. Bura mənfi 8 isə, burada 8. Uzunluqda mənfi nəzərə alınmır. Kvadratın sahəsi A kvadrat olduğuna görə tərəf də 8-dir. 8-in kvadratı 64. Demək olar kvadratdan 2 dənə düşüb. Həm perimetri, həm sahəsi. Sadə sual. 74. 74 də toplu sualdır. Bunu müxtəlif yollarla həll edək, amma ən gözəli, ən asandır mötərizəni açıq. 2-ni hamısına vuraq. 2-ni birincisinə vuranda ixtisar getdi, qaldı 2,85-in kvadratı. 2-ni bu 2-yə ixtisar buna vuranda üstə 7,15-in kvadratı. Burada isə məxrəc yoxdur. Üstə gəlinsin 2 vurulsun. Yəni 2-ni mötərizənin içərisində hamısına vururuq. 2,85 vur 7,15. Bu düstura baxırıq ki, bu müxtəsər vurma düsturudur. A üstə B-nin kvadratı düsturumuzdur. A-yımız 2,85 üstə B-imiz 7,15 kvadratı. Bu da toplayanda 10 eləyir, onun kvadratı 100. X, Y, Z natural ədədlər. Bu da natural ədədlər bölməsidir. X vur Y bərabərdir 6, Y vur Z bərabərdir 18. Bunu seçmə yolu ilə həll edək. Vuranda 6 və sonra təzədən Y, Z-i vuranda 18 və bu X üstə Y üstə Z ən kiçik qiymətini istəyir. Yadınızda qalsın ki, ən kiçik qiymət deyəndə həmişə çox diqqətlə işləməliyik. Başlayaq, x vur y bərabər 6. Y hər ikisində olduğuna görə y-dən başlayaq. Neçə vuranda 6 edir? 6 birim. Y-i 1 götürsəm, x-imiz 6 olur, z-imiz isə 18, 1-i nəyə vuranda 18 edir? 18, bu 1. Y-i 1, 6, indi y-i 6 götürür. Y-i 6 götürsə, x-imiz 1-dir. 6 neçə vuranda 18 edir. Z-imiz 3-dür. Sonra 2, 3. X-i 2 götürsək, Y-i daha doğrusu götürsək, 2, X olur 3. Y-i 2 götürəndə Z-imiz də olur 9. Sonra Y-i 3 götürək, X olur 2. Y-i 3 götürəndə Z-imiz olur 6. Qurtardı. Deyək ki, ən kiçik qiyməti 1, 1 bunu toplayaq. Ən kiçik hansıdırsa o eləyəcək. Burada da ən kiçik 6, 1, 3-dür. Toplayanda 10. 76 bərabər tərəfli LMN üçbucağı bərabər tərəfli özü LMN üçbucağı və ABC üçbucağı bərabər. İkisi də bərabər tərəfli bizə verib. Bərabər tərəfli LMN üçbucağının sahəsi bərabər tərəfli ABC. Hər ikisi bərabər tərəfli üçbucaqdır. Deyək ki, LMN üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsi 16 dəfə böyükdür. Deməli, LMN böyükdür. Burada çox diqqətli baxmarıq ki, ABC mi böyükdür, yoxsa LMN mi böyükdür? Nə deyir? Cümlənin mahiyyətini dərk eləyək. LMN üçbucağının sahəsi deməli böyükdür. Baxaq, perimetr ABC 9 verdiyinə görə, bərabər tərəfli üçbucaq olduğuna görə hər tərəfə 3 düşür.
Və bunun ABC-nin sahəsini tapaq. A kvadrat köşdə 3 bölü 4-dür. Bərabər tərəfli üçbucağın sahəsi. Yəni belə hesablayıb tapmalı olur. A vur H bölü 2-dən biraz o vaxtımızı alacaq. Ən gözəli düstur yolunu bilməkdir. Bilmiriksə düstur yaddan çıxıbsa 30-60-ı tətbiq edib A vur H bölü 2-dən biz sahanı buradan çıxarda bilərik. A kvadrat köşdə 3 bölü 4, yəni A-yımız 3-dür. 3-ün kvadratı köşdə 3 bölü 4. 9 köşdə 3 bölü 4. Və LMN 16 dəfə böyük olduğuna görə LMN-in sahəsini tapmadan ötürü bunu 16-ya vuraq. 9 köşdə 3 bölü 4 vur 16. 16 4 ixtisar getdi. 36 köşdə 3. Deməli LMN-in sahəsi nədir? 36 köşdə 3. Və yenə bu bərabər tərəfli üçbucaq olduğuna görə A kvadrat köşdə 3 bölü 4-dür. Yəni A kvadrat köşdə 3 bölü 4 bərabərdir 36 köşdə 3. Buradan da A-nı tapaq. Köşdə 3 ilə köşdə 3 ixtisar getdi. A kvadrat bərabər 4 vur 36. 4-ü 36-ya vura bilərik. 4 36-nın 144, o da 12-nin kvadratı. Və yaxud da əgər əziyyət çəkmək istəmiriksə, A bərabərdir 4 nəyin kvadratı? 2-nin. 36 nəyin kvadratı? 6-nın. 2 6-nın 12. Tərəf 12-dir. Yenə sualı oxuyuruq. Nə istəyir? Tərəfini. Birdən burada perimetr də istəyə bilərdi. Ona görə sualı çox diqqətlə oxumaq lazımdır. Tərəf 12 istədiyinə görə 12 götürülür. 77. 77 yenə A kvadrat çıxı B kvadrat üstünə biz burada istifadə edəcəyik. Dediyim kimi A kvadrat çıxı B kvadrat üstürü qəbul imtahanlarında çox düşən müxtəsərmat üsturlarından biridir. X vur Y. X-i də verib, Y də verib, yerinə qoyaq. Vuranda 5 çıx 2 köşdə 6. Bu X-i vurulsun. Y nədir? 5 üstə 2 köşdə 6. Məxrəcdə isə bunları nə edəcək? Toplayacaq. 5 çıx 2 köşdə 6 üstə 5 üstə 2 köşdə 6. Bərabərdir. Yuxarı yenə müxtəsərmat üstürüdür. A kvadrat çıx B kvadrat üstürmüsü. 5-in kvadratı 25. Çıx B kvadrat. 2-nin kvadratı 4 vur. Köşdə 6-nın kvadratı 6. Böl. Aşağı məxrəcdə isə müsbətlə mənfi getdi. 5 üstə 5 10. 4 6 24. 25-dən 24 çıxanda 1 böl 10. O da 0,1. 78. Ətraflı tələb edilən tapşırıqlar. 2 eşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci eşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürülür. Nəsə, məsələn çox başdan ayağa bir dəfə oxusaq kifayətdir. Çünki sonra isə ya həll eləyəndə yavaş-yavaş həll etmək lazımdır ki, çaşmayaq. Cümlə-cümlə oxuyub həll etmək lazımdır. 2 eşikdə 50 kiloqram qənd var. Birinci eşik X götürək, ikinci eşik isə Y götürək. 50 kiloqram qənd elədiyinə görə X plus Y bərabər 50 və yaxud da birin X götürüb ikincisinin 50 çıx X götürə bilərik. Əgər tənşər sistemi kimi həll eləmək istəməsək. Çünki bax axırda da baxın məsələni tənlik və ya tənşər sistemi qurmaqla həll edin. Tənşər sistemi kimi həll etsə daha yaxşıdır. X plus Y bərabər 50. Hər gün birinci eşikdən 3 kiloqram, ikincisindən isə 2 kiloqram qənd götürürlər 6 gün. 6 gündə birinci eşikdə x kiloqram qənd var. 6 gün sonra 3 kiloqram 3 kiloqram götürdüyünə görə 6 üçün 18 kiloqram qənd getdi. İkincisində isə y qədər y kiloqram qənd var. Və 6 günə 2 kiloqramdan qənd götürüləndə 12 kiloqram qənd artıq götürülür. Və bunlar bərabər olacaq, bərabərdir. Burada da bu tərəf o tərəfə keçirək. X qaldı, y müsbətdir, mənfi. Y mənfi 12 üstə 18. Mənfi 12 üstə 18. Deməli, x çıx y bərabərdir 6. X plus sadələşdi. X plus y bərabər 50. X çıx y də bərabər 6. Toplayaq. X 2x. Mənfi y müsbət y getdi. 56. X bərabər 28. X birinci eşikdir. Və yenə məsələni oxuyuruq ki, görək nə istəyir bizə. Əvvəlcə birinci eşik və birinci eşikdə x götürdüyümüzə görə 28 və ikinci eşik istəsəydi 50-dən 28-i çıxacaq. Növbəti sualımız satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. Bu bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə eləmişdi. Ən azı neçə şar alıb satmışdı. Yəni burada biraz da diqqətli baxaq ki, burada ümumi neçə şar satılıb demir bizə. Satılan şarların sayını istəmir. Sadəcə sahibkardır, gedir şar alır və oradan ziyana da gedir və oradan xeyrini də götürür. Ümumi yəni sahibkar gedib bazadan nə qədər şar alıb? Bizə onu soruşur. Satış zamanı 5 şar partlamışdır. 5 şar partlamışdırsa, deməli 5 şar
ziyandadır. 5 şar ziyandadır. Yəni 5 şarı amma alıb, 5 şarı alıb, amma ziyandadır. 5 şardan 12 qəpik aldığına görə 5 vur 12 bərabər 60 qəpik ziyandadır. 60 qəpik ziyandadır. 5 şar ziyandadır. Manata vuranda isə 60 qəpik ziyandadır. Bu bütün şarların alqı-satqı qismından 6 manat çox gəlir əldə edib. İndi 5 şar partlayan şar götürək. X şar isə satdığı şarı götürək. X şardan 3 qəpikdən xeyir götürür də 12 qəpik alırsa, 15 qəpiyə satırsa, deməli 3 qəpikdən xeyir götürür. 3 vurulsun X. Bu qədər bu xeyir götürüb. Təzədən 60 qəpik ziyan gedib. Və ümumi olaraq 6 manatdan çox, ən az 6 manat demir ha. Burada çox diqqətli baxaq ki, çox adam böyük bərabər götürür. Burada ən az 6 manat gəlir əldə edir desə, böyük bərabər 6 manatımızı 600 qəpik edir. Böyük bərabər 600 götürərdik, ən az 6 manat desəydik. Amma 6 manatdan çox dediyinə görə böyük 600 götürülür. Hər tərəfi 3-ə bölək, x çıxılsın 20, böyük 3-ə böləndə 200. X isə böyük 220. 220-dən böyük ən az dediyinə görə 221 götürək. Deməli 221 şar satıb. Təmiz 221 şar satıb. 5 şar da ziyandır. 5 şar da partlamışdı. Ümumi olaraq isə bu sahibkar 226 şar alıb. O 5 şarı da mütləq qeyd eləmək. Çünki burada deyir ki, alqı-satqıdan ən az nə qədər şar alıb satmışdı. Ümumi şar istəyirdi. Tək satılanı istəsəydi neçə şar satıb? 221. Amma ümumi alqı-satqıdan neçə şar alıb satmışdır? 226 manat. 226 şar. Düzbucaq üstbucağın katerlərin biri digərinə 2 sm böyük, hipotenuzundan isə 2 sm kiçik. Bu üçbucağın hipotenuzunu tap. Bu üçbucaqdan biz çox işləyirik. Bu 6, 8, 10 üçbucaqdır. Çünki 6 8-dən 2% kiçik, 8 10-dan isə 2% kiçikdir. Yəni bu 6, 8, 10, 3 bölü 5 bunlar Pifaqor ədədləridir. 6, 8, 10. Görürük ki, 6 8-dən 2% kiçik, 10 8-dən 2% kiçikdir. Biz bunu belə qeyd etsək bizə 0 bal verir. Deməli biz bunun həllini eləməliyik. Düzbucaq üstünün katetlərindən biri digərinə 2 sm böyük, hipotenuzdan isə 2 sm kiçikdir. Deməli biz bir tərəf x qeyd eləyək. Hipotenuz olacaq x üstə 2. O biri katet isə bundan 2 sm qısa olduğuna görə x çıx 2. Sonra necə Pifaqor teoremini tətbiq edirik. A kvadrat, yəni x kvadrat üstə x çıx 2-nin kvadratı a kvadrat üstə b kvadrat bərabər c kvadrat. C-imiz nədir? X üstə 2. X üstə 2-nin kvadratı. Qurtardı getdi. Bizdən burada nə istəyir? Bu üçbucağın hipotenuzu tap. Yəni hipotenuz nədir? X üstə 2-ni tapmalıyıq. Biz bu müxtəsər düsturlarda bunları açaq, x-i tapaq. X kvadrat üstə gəlsin. X minus 2-nin kvadratı a minus b-nin kvadratı. Yəni x kvadrat çıx 2ab 4x üstə 4. Bərabərdir x kvadrat üstə gəlsin 2 2-nin 4x üstə 4. Baxaq, bunları sadələşdirə bilərik. Biz bərabərlik olduğuna görə müxtəlif yolla keçirdə bilərik. X kvadratlar bu tərəfə keçirsə nə edir? Amma ixtisarda apara bilərik. İslah yəni apara bilərik. Müsbət 4 bu tərəfdədir, müsbət 4 bu tərəfdədir. Getdi. X kvadrat bu tərəfdədir, x kvadrat da bu tərəfdədir. Getdi. Yekun olaraq nə qaldı? X kvadrat çıx 4x. Bu tərəfdə də üstə 4x var. Bərabər 4x. Yəni x kvadrat çıx 4x. Müsbət 4x atıram bu yüzden mənfi 4x bərabər 0. Buradan da olur x kvadrat çıx 8x bərabər 0. X-i qabağa keçirsək buradan olur x çıx 8 bərabər 0. X bərabər 0 kökləri bir də 8. Amma 0 tərəfin uzunluğu 0 edə bilməz. Ona görə tərəfin uzunluğu nə 0 nə mənfi eləməz. 8 götürürük. Bizdən hipotenuzun istədiyinə görə x üstə 2, yəni 8 üstə 2 bərabərdir 10. Cavab 10. Yəni bunu həllini eləməliyik. 6, 8, 10 götürsək bizə 0 bal verə bilərlər. Növbəti sual maraqlı suallardan biri. Şəkildə verilən fiqura BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. BC qövsü 4pi, AO6, AB bərabər AC olarsa verilən fiqurun sahəsini tap. Bizdən fiqurun sahəsini istəyir. Maraqlı testdir. Baxaq. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsi olan yarımçevrənin diametridir. Lap yaxşı, yəni BC-nin buradan diametri olduğunu bildik. BC qövsünün uzunluğu 4pi. BC qövsünün uzunluğu 4pi.
Buradan başlayaq elə. 4-1. Qövsün uzunluğunu düsturun biz bilməliyik. Pi r alfa bölü 180. Pi'miz pi'dir, r'imiz r'dir, alfamız 180. Çünki buradan bu bucaq 180 olduğunu bilirik də, yarım dairədir axı. 180 bölü 180 bərabər 4 pi. Pilərimiz ixtisar getdi. 180-ımız ixtisar getdi. Deməli, radiusunu isə tapırıq 4. Radius tapdıq 4. Radius tapdıq 4. Bunu silək, radius 4. Radius 4 isə burada 4-dür. Və buradan bura isə bizə 6 verir. Və fiqurun sahəsini istəyir. Birinci üçbucağın sahəsini tapaq. Üçbucağın sahəsi A vur H bölü 2-dir. Ayımız 4, 4, 8-dir. Yəni BC tərəfi A-dır. Vurulsun H-ımız 6 verir, bölü 2. 8, 6, 48, 2-yə böləndə 24. Deməli, üçbucağın sahəsini 24 tapdıq. İndi keçək yarım dairənin sahəsi. Dairənin sahəsini bilirik, pi r kvadratdır. Amma yarım dairə olduğuna görə bölü 2 bərabərdir. Pi vurulsun. Yerimiz nəsə tapmışdıq 4. Kvadrat bölü 2. 4-ün kvadratı 16, 2-yə böləndə 8 pi. Deməli, yarım dairənin sahəsini tapdıq 8 pi. Üstə gəlinsin, üçbucağın sahəsini tapdıq 24. Cavab belə olaraq da qeyd edilir. Əgər burada mötərizə, burada axırda pi təqribi bərabərdir 3 versəydi, 8 vur 3, 24 isə 24, 48 yaza bilərdik. Amma vermədiyinə görə 8 pi plus 24 ətraflı olduğuna görə 8 pi plus 24 kimi saxlaya bilərik. Diqqətiniz üçün çox təşəkkür edirəm. Hər birinizə uğurlar.